Möhtərəm Prezidentimiz cənab Müzəffər Ali Başkomandan sizin rəhbərliyiniz altında dövlətimizin inkişafı, ərazi bütövlüyünün tam şəkildə bərqərar olması barədə illərlə danışsam da belə bitməz və bütün bunlarla bağlı sizin müstəsna xidmətləriniz göz qabağındadır. Siz həqiqətən də ümumi liderimizin həm layiqli davamçısı, həm də hər bir Azərbaycanlının prezidentisiniz. Qələbəmizin qazanılmasında Ali Başkomandan kimi rəhbərliyinizlə yanaşı dövlət iqtisadiyyatının gücləndirilməsi və idarəetmənin təmin edilməsində məmurlarla qarşı da obyektiv və tələbkar olmağınız hamımıza bəllidir. Bu məmurlardan biri də Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan Mühafizə Departamentinin rəisi Quliyev Tikrar Stambuloğludur. Sizə hazırki müraciətimin məqsədi onun mənə qarşı etdiyi qanunsuzluqlar və Dəmir Yolu sədri Rövşən Rüstəmova olmayan yalanları bəzədərək rəhbərlik qarşısında haqqımda mənfi rəy yaratmasını sizin nəzərinizə çatdırmaqdır. Mən ali təhsilli milli ordunun ehtiyatda olan kapitan rütbəli zabitiyəm. Sizin komandanlığınız altında 2 dəfə səngər həyatı yaşamışam. Vətən müharibəsi zamanı könüllü olaraq Qarabağ döyüşlərində bölük komandiri kimi sona qədər iştirak etmişəm və xidmətlərimlə bağlı müxtəlif təltiflərə layiq görülmüşəm. Mülki həyatda isə 2001-ci ildən Dəmir Yolu Mühafizə Departamentinin Gəncə Yanğından Mühafizə Komandasında əmək fəaliyyətinə başlamışam və burada müxtəlif vəzifələrdə işləyərək 22 ildən çox təcrübə əldə etmişəm. Əmək fəaliyyətimdə fərqlənməyə görə də 2016-cı ildə Dəmir Yolu sədrinin müvafiq əmri ilə Dəmir Yolunun ən yüksək təltifi olan fəxri dəmiryolçu nişanı ilə təltif olunmuşam və vəzifələrdə irəli çəkilmişəm. Elə könüllü olaraq vətən müharibəsinə də Gəncə Yanğından Mühafizə Komandasının rəisi vəzifəsindən getmişəm. Bu təşkilatda sonuncu işim Gəncə Mühafizə Bölməsinin bölmə rəisinin müavini vəzifəsi olubdur. Lakin Dəmir Yolu Mühafizə Departamentinin rəisi Quliyev Tikrar Stambuloğlu'nun 06 may 2025-ci il tarixli əmri ilə əmək müqaviləmə xitam verilmişdir. Kadr zabiti olmasına baxmayaraq özü nə birinci, nə də ki ikinci Qarabağ döyüşlərində iştirak etməyən, sonradan isə hansısa yollarla özünə xidmətə yararsız etdirib, ordudan təxris olunan və hazırda Dəmir Yol Mühafizə Departamentinin rəisi olan Tikrar Stambuloğlu Quliyev 22 illik iş təcrübəmi fəxri dəmiryolçu olmağıma və vətən müharibəsindəki xidmətlərimə baxmayaraq gülünc bəhanələrlə, əhəmiyyətsiz, eyni zamanda əsassız arqumentlərlə mənə qarşı qərəz nümayiş etdirmişdir. Tikrar Stambuloğlu Quliyev mənə qarşı qərəzi münasibəti tabeliyimdə olan bəzi işçilərin xəstəlik müddəti üçün hesablanaraq Sosial Müdafiə Fondundan köçürülən məbləğlərin mənimsənilməsi zamanı etdiyim müraciətdən sonra başlamışdır. Sonradan məlum olmuşdur ki, bir sıra işçilərin xəstəlik müddəti üçün hesablanmış pullar çox gülünc bir formada mənimsənilmişdir. Belə ki, Sosial Müdafiə Fondunda göndərilən sənədlərə Mühafizə Departamenti tərəfindən xəstə olmuş işçilərin öz hesab nömrələri deyil, bütün işçilərin hesab nömrələri əvəzinə yalnız departamentin mühasibinin adına olan hesab nömrəsi yazılmışdır. Bununla da sosial müdafiə orqanlarına köçürülən məbləğlər Tikrar Stambuloğlu Quliyevin mühasibinin hesabına köçürülərək mənimsənilmişdir. Gəncə Mühafizə Bölməsində işçilərin qeyd olunan narazılıqlarını örtbasdır edərək və işçilərin işlədikləri iş saatlarını kəsərək qanunsuzluq etmək istəmədiyimə görə Tikrar Stambuloğlu Quliyev məni əsassız əmrlə işdən çıxartmışdır. İşi məhkəməyə vermişəm və hazırda məhkəmə icraatı gedir. Tikrar Quliyev öz qərəzi əmrinin qanuniliğini sübut etmək üçün məhkəməyə saxta sənəd verməkdən belə çəkinməmişdir. Belə ki, mənim işdən çıxarılmam barədə onun verdiyi əmr qanun normalarına uyğun olmadığına görə sonradan Tikrar Quliyev köhnə tarixlə yenidən saxta əmr hazırlayaraq məhkəməyə təqdim etmişdir. Mənə təqdim edilən əmrdən sonradan məhkəməyə verilən əmrin fərqli forması
və saxtakarlığı məhkəmənin gedişi zamanı həmin əmrin QR kodlarının və nömrələrin müqayisəsindən belə məlum olmuşdur. Bundan başqa Tikrar Quliyevin birbaşa diktəsi ilə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin 29.04.2025-ci il tarixli iclasının 14 nömrəli protokolundan çıxarışında qeyd edilmişdir ki, güya mənə və mənim həmin zaman rəisim olan Mühafizə Departamentinin Gəncə Mühafizə Bölməsinin rəisi Nəsibov Elşad Çingizoğluna əmək müqaviləsinə öz ərizələri ilə xitam verilməsi təklif olunmuş. Rəis Nəsibov Elşad buna razılıq vermiş, mən isə razı olmamışam. Vəsatətimiz əsasında məhkəmənin Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə ünvanlandığı məktubda bildirilmişdir ki, məhkəmənin icraatında iddiaçı Hacıyev Elşən Kamil oğlunun cavabdeh Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğvi, işə bərpa və buraxılan işə görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin 29.04.25-ci il tarixli iclas protokolunda tərəflərə əmək müqaviləsinə öz ərizələri ilə əsasında xitam verilməsi üçün müraciət etmələrinə dair xitab olunduğu göstərilmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq komitə tərəfindən tərəflərə əmək müqavilələrinə öz ərizələri ilə əsasında xitam verilməsi üçün müraciət etmələrinə dair xitab olunduğu təsdiq edən məlumatın, sənədin mümkün ən qısa müddət ərzində 8-9-cu ay 2025-ci il tarixdən gec olmayaraq məhkəməyə təqdim edilməsinin təmin edilməsi tələb olundu. Lakin bu dəfə də yalnız həmin təşkilatın iclas protokolundan çıxarış göndərildi. Çünki buna sübut yox idi. Hörmətli cənab prezident, hazırda əmək mübahisəm Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Hesab edirəm ki, məhkəmədə mənim hüquqlarımın sonda ədalətli formada təmin olunacaqdır. Lakin bu yalnız mənim işə bərpamla bağlı olacaq. Tikrar İstanbul oğlu Quliyevin korrupsiya əməlləri isə davam edir və düşünürəm ki, davam edəcəkdir. Odur ki, işi nəzarətinizə götürməyinizi sizdən xahiş edirəm. Əvvəlcədən öz minnətdarlığımı bildirirəm.